Azərbaycan Əməkdaşlar İttifaqları Konfederasiyasının 8-ci qurultayı keçirilib. Əvvəlcə qurultay iştirakçıları Fəxri Xiyabanda ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad edərək önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad olunub. Qurultay iştirakçıları həmçinin Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş qəhrəman vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, əbədi məşəl abidəsi önünə əklil qoyublar. Sonra Konfederasiyanın 8-ci qurultayı öz işinə başlayıb. Tədbirdə qurultay nümayəndələri ilə yanaşı dövlət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, beynəlxalq təşkilatların və bir sıra ölkələrin Həmkarlar İttifaqının rəhbərləri də iştirak ediblər. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının İqtisadi Məsələlər və İnnovativ İnkişaf Siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, cənab Prezident İlham Əliyevin qurultay iştirakçılarına salamlama məktubunu oxuyub. Sonra Konfederasiyanın 2018-2025-ci illər üzrə fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Həmkarlar İttifaqları nar dənələri kimidir. Ayrı-ayrılıqda dəyərlidir, birlikdə isə böyük qüvvəyə çevrilir. Biz narın dənələri kimi birləşdikcə daha möhkəm olur, köklərini dərinləşdirən nar ağacı kimi böyüyür, inkişaf edirik. Tədbirdə çıxış edən Baş nazirin müavini Şahin Mustafayev, baş kollektiv sazişə əsaslanan sosial tərəfdaşlığın inkişafı nəticəsində əldə olunan uğurlardan bəhs edib, ölkəmizdə həyata keçirilən davamlı sosial-iqtisadi islahatların Həmkarlar İttifaqlarının da səmərəli fəaliyyətinə və üzvlərin rifahının yüksəldilməsinə əlverişli şərait yaratdığını diqqətə çatdırıb. Əmək qanunvericiliyin təkmilləşdirilməsi, sosial dialoqun gücləndirilməsi və beynəlxalq standartlara cavab verən əmək mühitinin yaradılması istiqamətində qazanılan uğurlar baş kollektiv sazişə əsaslanan səmərəli sosial tərəfdaşlığın nəticəsidir. Yeri gəlmişkən qeyd edim ki, 2026-28-ci illər üçün imzalanacaq baş kollektiv sazişdə əmək hüquqlarının qorunması ilə yanaşı qloballaşan iqtisadiyyata yönəlik ətraf mühit və ədalətli keçid, süni intellektin iş yerlərinə təsiri kimi məsələlər də prioritet olacaqdır. Qeyd edim ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 120 illik inkişaf yolu keçmiş, ölkəmizin ən böyük və nüfuzlu ictimai təşkilatlardan biridir. Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıb, qanunvericiliyin beynəlxalq əmək standartlarına uyğunlaşdırıldığını vurğulayıb. Azərbaycanın Həmkarlar İttifaqları təşkilatı həmişə insanlarımızın əmək hüquqlarının qorunmasına, rifahının yaxşılaşmasına qayğı göstəribdir və Azərbaycan cəmiyyəti müstəqilliyini əldə etdikdən sonra yeniləşərkən, müasirləşərkən, eyni zamanda cəmiyyətimizin bütün sahələri kimi Həmkarlar İttifaqları təşkilatı da müasirləşib, yeniləşib, yeni biliklər, bacarıqlar əks edib və insanların hüquqlarının qorunmasını konseptual olaraq yeni yanaşmalar nümayiş etdirə bilirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyev, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək işçi hüquqlarının qorunmasında, sosial və iqtisadi məsələlər üzrə üçtərəfli komissiyanın işində konfederasiyanın rolundan danışıb, qurumun təşəbbüslərinin, eləcə də kollektiv saziş mexanizmlərinin təkmilləşdirilməsi və sosial tərəfdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətinin ölkəmizdə həyata keçirilən sosial siyasəti dəstəklədiyini bildiriblər. Recently, in June, we won an ILO convention and recommendation. Tədbirdə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının baş katibi Luke Tranglın və Beynəlxalq Əmək Təşkilatı İşçilərin Fəaliyyəti Bürosunun direktoru Oliver Röpkenin qurultaya video müraciəti izlənilib. This was an important step in affirming safe and healthy working conditions as a fundamental right at work. Həmçinin qurultayda çıxış edən digər xarici qonaqlar da Azərbaycan Əməkdaşlar İttifaqları Konfederasiyasının beynəlxalq əməkdaşlığının inkişafına verdiyi töhfələri və Azərbaycanın sosial dialoq modelini müsbət qiymətləndirib, qurultayın işinə uğurlar arzulayıblar. Sonra reqlamentə uyğun olaraq qurultayın rəyasət heyəti, mandat, redaksiya və hesablayıcı komissiyaların tərkibi və katiblik seçilib, gündəlik təsdiqlənib. Qurultayın gündəliyinə Konfederasiyanın 2018-2025-ci illər üzrə fəaliyyət haqqında hesabat, təftiş komissiyasının hesabatı, yeni nizamnamə layihəsinin və qarşıdakı dövr üçün əsas fəaliyyət istiqamətlərinin müzakirəsi daxil edilib.
Konfederasiya sədri Sahib Məmmədov hesabatla çıxış edərək ümumilli lider Heydər Əliyevin həmkarlar ittifaqlarının inkişafındakı rolunu və 1994-cü ildə Ulu Öndərin təşəbbüsü ilə qəbul olunmuş həmkarlar ittifaqları haqqında qanunun əhəmiyyətini vurğulayıb, Prezident İlham Əliyevin həmkarlar ittifaqlarına verdiyi davamlı dəstəyi və birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan və həmkarlar ittifaqı üzvlərini də əhatə edən humanitar və sosial layihələrin ölkəmizin sosial-iqtisadi inkişafına mühüm töhfələr verdiyini qeyd edib. Sonra təftiş komissiyasının hesabatı dinlənilib. Ardınca Konfederasiyanın 2018-2025-ci illər üzrə fəaliyyəti barədə və təftiş komissiyasının hesabatları ilə bağlı müzakirələr aparılıb, çıxışlar dinlənilib. Müzakirələrdən sonra Konfederasiyanın qurultaylararası dövr üzrə və təftiş komissiyasının hesabatları, eləcə də yeni nizamnaməsi təsdiq olunub. Gələcək fəaliyyət istiqamətləri müəyyən edilib. Bununla da Azərbaycan Əməkdaşlar İttifaqları Konfederasiyasının 8-ci qurultayı işini başa çatdırıb.